Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Selamun aleyküm aziz değerli müminler. Hoş gördük sizleri bu Allah'ın ziyafet ayında. Allah tuttuğunuz oruçları ve ettiğiniz ibadetleri âli derecede sizlerden kabul eləsin inşallah. Bizleri de dualarınızda unutmayın, iltimasi dua edin həmişə. Qiyas ibn İbrahim belə nəqlidir. İmam Sadiq əleyhissalam öz ata-babalarından ta gedib Peyğəmbərə çatmış bir hədisi nəqlidir. İnnallaha təbarəkə və təalə kərihə li sittə xisalin. Allah Teala mənim üçün, Peyğəmbər buyurur ki, 6 xüsusiyyəti məkruh və xoşa gəlməz qərar vermişdir. Ki, bu xüsusiyyətləri ki, Peyğəmbər buyurur ki, Allah mənə rəva bilmir ki, mən bu işləri görəm. Fəkərihtuhunnə lil-avsiyai min vuldi və ətbaihim min bə'di. Mən də o xüsusiyyətləri, o xoşa gəlmə xüsusiyyətlər, məkruh olan xüsusiyyətləri məndən sonraki vəsilərim və canişinlərim və onların ardıcılları və davamçıları üçün məkruh qərar vermişəm. Peyğəmbər bizə bu 6 xüsusiyyətlə, 6 xislətlə bizə tövsiyə verir ki, nəsihət verir ki, biz bu xüsusiyyətlərdən uzaq duraq və bunları özümüzdən uzaqlaşdıraq. Birincisi bu ki, əl-əbəsə fis-salati. Namaz halında, məsələn, bəzi hallarda namaz halında insan ya üzü ilə oynayır, ya saqqalı ilə oynayır. Əl-əbəsə fis-salati. Namaz halında oynamaq, məcazi mənada. Ya saqqalı ilə oynamaqdır, ya da paltarını düzəldir, ya bir yerin qaşıyar. Ya bu hallarda insan gərək bu işləri nə eləsin, tərk eləsin. Peyğəmbər buyurur ki, bunlar xoşa gəlməz və məkruh əməllər. Şəriətimizdə də var ki, namaz halında insan qiyam halında olsan, rükû halında olsan, səcdə halında olsan, fərq etməz, qunut halında olsan, gərək insan öz qaməti düz saxlasın. Artıq hərəkətlər namazda kərahəti var ki, bu işləri biz tərk eləməliyik. وَالرَّفَسَ فِي السِّيَامِ. Peyğəmbər buyurur ki, ikinci budur ki, Ramazan ayında insan öz ağzını gözəl sözlərə öyrəşdirməlidir. Ki, Ramazan ayı bizim üçün bir sınaqdır ki, bu ayda insan öz nəfsini və danışınlığı gözəl şəkildə bəyan etməlidir. Ramazan ayında insan söyüş söyməyi, mənasız danışmaq, gecə bihudə işlərlə məşğul olmağı gərək nə eləsin? Qırağa qoysun, çoxlu ibadət etməyi, çoxlu Quran oxumağı, Allahdan bağışlanmaq və gözəl dua etməyi Allahdan istəməlidir. Üçüncü qayda budur ki, وَالْمَنَّ بَعْدَ السَّدَقَ. Sədəqə ki veririk, hər gün sədəqə vermək yaxşıdır. Savabı var. İnsan çoxlu sədəqə versin. Fərq etməz, 1 manat verəsən, 2 manat verəsən, fərq etməz. Buyur ki, وَالْمَنَّ بَعْدَ السَّدَقَ. Sədəqə verdikdən sonra minnət qoymağı Allah xoşa gəlməz bəyan edir. Sədəqə vermirsən, ya cəmaatın arasında və yaxud da minnət qoyursan həmən o verdiyin şəxsə, bu qədər verdim və yaxud da belə elədim, bu cür nə etdim. Bu işləri Allah nə eləyir? Bəyənmir. Dördüncüsü budur ki, وَاِتْيَانُ الْمَسَادِ cünuben. Məscidlərə cənabətli halda girməyi. Düzdür, Peyğəmbər burada bunu xoşa gəlməz. Amma şəriətimizdə ilə Peyğəmbərin kəlamında, hədisdə də var ki, cənabət halında məscidə girmək nədir? Haramdır. Peyğəmbər buyurur ki, bu xoşa gəlməz işdir. Öz ümmətimdən mən bu işi çəkindirmişəm. Beşinci budur ki, وَتَتَلُّعَ فِي الدُّورِ. Başqalarının evinə və həyətinə boylanmağı və baxmağı. Peyğəmbər bu ki, mən bu işi xoşa gəlməz və çox çirkin bir iş bilirəm ki, insan başqasının həyətinə boylanıb baxsın. Bu, bizim şəriətimizdə, Peyğəmbərin şəriətində xoşa gəlməz bir işdir ki, insan gərək bu işi tərk eləsin. Altıncı budur ki, وَالزَّهِقَ بَيْنَ الْقُبُورِ. Budur ki, qəbristan əhlinin yanında qəbristana getmirsən, onların arasında başlamısan gülməyə, qəhqəyə çəkməyə. Bu işlər yaxşı deyil, çünki ora bizim son məkanımızdır, son yerimizdir ki, bizim əməllərimiz orada görsənər, bizim əməllərimizlə biz orada baş-başa qalarıq. İnsan ora girməklə oradan bir ibrət götürməlidir. Necə ki, Əmir əl-Müminin Əli əleyhissalam buyurur ki, qəbristan əhlinin yanından keçən şəxs
Əgər ondan ibrət götürmürsə, o mənim şiəm deyil və məni tanımayıbdır. Allahdan dua eləyək ki, bu 6 əməli özümüzdən uzaqlaşdıraq və gözəl şəkildə Allahın vacibatını yerinə yetirmiş şəxslərdən olaq inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.